Salam, bugünkü mövzumuz Azərbaycan SSR 2-ci Dünya Müharibəsi illərində. Bildiyimiz kimi Azərbaycan həm 1-ci Dünya Müharibəsində, 1-ci Dünya Müharibəsində, həm də 2-ci Dünya Müharibəsində iştirak etmişdi. 1-ci Dünya Müharibəsində Çar Rusiyasının tərkibində iştirak etmişdi. 2-ci Dünya Müharibəsi illərində isə SSR-nin tərkibində müttəfiq qardaş respublika kimi müharibəyə cəlb edilmişdi. 2-ci Dünya Müharibəsi 1939-cu ilin sentyabrın 1-də başlayır Almaniyanın Polşaya hücumu ilə və 1945-ci ilə qədər davam edir bu müharibə. Müharibənin əvvəlində SSR və Almaniya müttəfiq idilər. Belə ki, müharibədən bir həftə əvvəl onlar bir-birlərinə hücum etməmək haqqında pakt imzalamışdılar və bu vəziyyətdən istifadə edən SSR 1939-1940-cı illərdə Finlandiya ilə müharibə edir. Bu müharibə isə Sovet ordusunun mühərrik müharibəsi üçün zəif olduğunu aşkara çıxarır. Bu vəziyyətdən istifadə etməyə çalışan Almaniya isə SSR-yə qarşı ildırım sürətli müharibə planı olan Barbarossa planını hazırlayır və Barbarossa planına əsasən 22 iyun 1941-ci ildə Almaniya müharibə elan etmədən qəfil SSR üzərinə hücuma keçir və beləliklə də müharibə başlamış olur. Bu 1941-1945-ci illəri əhatə edən Böyük Vətən müharibəsi adlandırılır SSR tarixində, dünya tarixində SSR üçün və müharibənin ilk aylarında Almanlar sürətlə hərəkət edirlər və irəliləyirlər, böyük ərazilər ələ keçirə bilirlər. Ona görə ki, həm SSR mühərrik müharibəsi üçün zəif idi, üstəgəl Almaniya müharibə elan etmədən hücum etdiyinə görə SSR qəfil hücuma məruz qaldığı üçün hazırlıqsız yaxalanmışdı. Və Almaniyanın SSR-yə hücum etməsi ilə SSR 2-ci Dünya müharibəsinə qatılır və bütün respublika ərazisində ümumi səfərbərlik elan edilir və həmçinin Azərbaycan SSR 2-ci Dünya müharibəsinə cəlb edilmiş olur. Bundan əlavə Azərbaycan SSR-də də ümumi səfərbərlik elan edilir. Və ilkin vəziyyət necə idi? SSR ilə müharibənin ilk aylarında Almanlar sürətlə irəliləyə bilmişdilər və böyük əraziyə işğal edə bilmişdilər. Və 1941-ci ilin qışında Moskva döyüşü baş verir. Moskva döyüşündə isə Almanlar ağır məğlubiyyətə uğradı və faşist ordusunun məğlub edilməzliyi haqqında əfsanələrə son qoyulur. Biz 1-ci Dünya müharibəsində Marna döyüşü 1914 və 2-ci Dünya müharibəsi illərində Moskva döyüşü 1941-ci il bu müharibələrdə Almaniyanın ildırım sürətli müharibə planının puça çıxdığını görürük. 1914 Marna döyüşü, 1-ci müharibəsi, 1941, yəni 14-ün tərsi 41 və Moskva döyüşü 2-ci müharibəsi illərində və hər ikisinin ortaq cəhəti Almaniyanın ildırım sürətli müharibə planının puça çıxması oxşar cəhətdir. Və Bakı nefti uğrunda gizli və aşkar planlar həyata keçirilirdi. Belə ki, Azərbaycan müharibə edən dövlətlərin planlarında əsas yer tuturdu. Nəyə görə? Çünki Bakı nefti xüsusi əhəmiyyətə malik idi mühərrik müharibəsi üçün. İngiltərə və Fransa Bakı ilə bağlı planları belə idi ki, onlar SSR və Almaniya paktından narahatçılıq duyurdular və ona görə də Almaniya Bakı neftinə nəzarət etsəydi əgər, müharibədə tez qalib gələ bilərdi. Ona görə də Bakını bombardıman etmək qərarına gəlirlər. Bu 1940-cı ilin Fransanın hərbi məzurəsinə əsasən belə olmuşdu. Lakin fikir dəyişikliyi baş verir burada. Belə ki, həm Churchill, həm də Charles de Gaulle planları dəyişirlər. Bombardıman etmək əvəzinə Qara dənizdən sualtı qayıqlarla Bakı neftinin Almaniyaya göndərməsinə mane olunmaq qərara alınır. Və yeri gəlmişkən, Winston Churchill Böyük Britaniyanın hərbi dəniz naziri olmuşdu həmin vaxtı. Charles de Gaulle isə fransız generalı idi. Və Almaniyanın bəs Bakı neftindən bağlı planları nə idi? Almaniya Qafqaza hücum etmək planı Edelweiss adlanırdı. 1942-ci ildə hazırlanmışdı və hədəf isə Hitlerin tələbi ilə 1942-ci ilin sentyabrında Bakını tutub Bakı neftini ələ keçirmək idi. Məqsəd bu idi yəni. Bundan əlavə Edelweiss planını görürsünüz. Edelweiss planına əsasən 1942-ci ildə artıq Bakı ələ keçirilməli idi. Bundan əlavə Rusiyanın neft mərkəzlərini ələ keçirməyə çalışırdı Almaniya. Və birinci mərhələyə əsasən, bu planın birinci mərhələsi əsasən Qafqazdan keçərək Bakı, Grozno və Maykop neftini ələ keçirməli idi Alman qoşunları. İkinci mərhələdə isə İran və İraq əraziləri ilə Bağdad üzərinə hücuma getməli idilər və oradan da Hindistanı zəbt etməli idilər. Və Moskva yaxınlığında məğlubiyyətdən sonra Hitler 1942-ci ilin yazında hərbi əməliyyatları əsas istiqamətini SSR-nin neft mərkəzlərinə doğru yönəldir ki, əgər neft mərkəzlərini ələ keçirsə müharibədə daha tez qalib gələ bilər deyə düşünürdü. Və şimaldan gələn təhlükə, Barbarossa və Edelweiss planları baxırıq 1941-ci ildə Almaniyanın SSR-yə hücum planı göstərilir burada və 1942-ci ildə isə Maykop, Grozno və Bakı ilə bağlı planları öz əksini tapmışdı xəritədə. Bax, bu plan Edelweiss planı. Deməli, birinci xəritədəki plan Barbarossa planıdır və ikinci xəritədəki plan isə Edelweiss planını istiqamətini göstərir. Dönüş nöqtəsi olur 1943-cü ildə, daha doğrusu 42-43-cü illəri əhatə edən Stalingrad döyüşü.
1943-cü ilin əvvəlində Sovet ordusu Şimali Qafqazda əks hücuma keçirlər və bu əks hücumda Azərbaycan milli diviziyaları da xüsusilə fərqlənirdi. Bundan əlavə Moskva və Stalingrad döyüşləri hər ikisində də Azərbaycanlı döyüşçülər fərqlənmişdilər və hər iki döyüş Alman qoşunlarının məğlubiyyəti ilə başa çatmışdı. Yeri gəlmişkən Stalingradın tutulması əslində Qafqaz neftini ələ keçirməyi hədəfləyirdi və ona görə də bu döyüşü əslində neft uğrunda böyük döyüş adlandırmaq olardı. 1942-ci ildə əsas hədəf nədir? Edelweiss planına əsasən, bayaq da qeyd etdiyimiz kimi, Moskva döyüşündə məğlubiyyətdən sonra onlar çalışırdılar ki, Stalingrad və Qafqazı işğal etsinlər, Bakını işğal etsinlər, Markov-Grozunu tutsunlar və buradan İran, İraq ərazisinə keçsinlər, oradan isə Hindistana hücum edib işğal etsinlər. Və Stalingrad döyüşündə neft uğrunda böyük döyüş, bayaq da qeyd etdim, belə adlandırmaq olar. 1942-ci ildə Almanların məqsədi Stalingrad şəhərinin özünü tutmaq yox, əslində Qafqazın neftini ələ keçirməyə çalışırdılar və Volqa-Xəzər su yolunu tutaraq Sovet ordusunun Qafqaz neft mərkəzləri ilə əlaqəsini kəsməyə çalışırdılar. Nəticədə isə Stalingradı müdafiə edən Sovet ordusu əks hücuma keçdi və Alman ordusunun böyük hissəsi mühasirəyə düşüb təslim oldu. Yalnız bundan sonra Almanlar Qafqaz istiqamətindəki hücumu dayandırırlar və yeri gəlmişkən bu hücumların nəticəsi olaraq 1942-ci ildə Cənubi Qafqaz respublikalarında hərbi vəziyyət elan edilmişdi. Həmçinin Azərbaycan SSR-də də 1942-ci ildə hərbi vəziyyət elan edilir. Və burada xəritədə görürsünüz Stalingrad döyüşünün xəritədə yerini və məqsədini görürük ki, Bakıya yəni hücum etməyə çalışırdılar. Və Qafqazın müdafiəsi 1942-ci ildə Qafqaz regionunun iqtisadi və hərbi strateji cəhətdən ən güclü respublikası Azərbaycan idi və Sovet rəhbərliyi Bakının müdafiəsi üçün xüsusi qərar qəbul edir. Belə ki, Cənubi Qafqaz respublikalarında hərbi vəziyyət elan edilir və bu müdafiə tədbirləri Stalingrad ətrafındakı Sovet qoşunlarına böyük bir kömək olur və bundan əlavə 1943-cü ildə isə əks hücuma keçirlər. Sovet qoşunları və Azərbaycan diviziyaları da burada xüsusilə fərqlənmişdi. Bundan əlavə Moskva və Stalingrad döyüşlərinin ortaq fərqli xüsusiyyətlərinə baxaq Venn diaqramında bu testlərdə tez-tez qarşımıza çıxır. Moskva 1941-ci ildə baş vermişdi və burada Eldar Müsərrətli müharibə planı puça çıxır. Məğlub edilməzlik mifi qırılır. Stalingrad döyüşünün fərqli xüsusiyyəti isə 42-43-cü illərdə baş vermişdi və ortaq xüsusiyyətlər isə hər iki döyüş Azərbaycanlılar xüsusilə fərqlənmişdilər və hər iki döyüş Alman qoşunlarının məğlubiyyəti ilə başa çatmışdı. Və arxa cəbhədə Azərbaycan neft sənayesi hər şey cəbhə üçün, hər şey qələbə üçün. Nə edirdilər? 23 milyon ton neft vermişdi Azərbaycan, rekord həcmdə neft istehsal etmişdi müharibə dövründə və SSR-nin hasil etdiyi neftin 75-80%-ni Azərbaycan verirdi və dünyada ilk dəfə Xəzər dənizində neft sterlinləri gəmilərin arxasına bağlanaraq daşınırdı. Və nəzərə alsaq ki, bu müharibə mühariq müharibəsi adlanırdı və mühariq müharibəsində Bakı neftinin rolu danılmaz və əvəz edilməz idi. Lakin buna baxmayaraq Bakı şəhərinə Qəhrəman şəhər adı verilmədi müharibədən sonra. Yalnız Heydər Əliyevin səyi nəticəsində Bakıya Lenin ordeni verilmişdi dünya müharibəsindəki qələbədə payına görə. Və istehsalatla bağlı nə deyə bilərik? Silah və sursat istehsal olunurdu. 1942-ci ilin əvvəlində təyyarə təmiri zavodu tikilmişdi Bakıda. 1942-ci ilin sonunda isə 130 növ silah sursat və hərbi ləvazimat istehsal olunurdu. Katyuşka raket qurğusu və tank əleyhinə yandırıcı qarışıq Molotov kokteyli də məhz Bakıda istehsal olunurdu. Həmçinin işğal olunmuş qərb bölgələrindən əhali və zavodların şərqə təxliyə mərkəzi idi Bakı. Bunun nəticəsində Bakıda əhalinin sayı sürətlə artırdı. ABŞ və İngiltərənin SSR-yə hərbi yardımı da məhz İran ərazisindən Azərbaycan vasitəsindən daşınırdı və cəbhəyə fasiləsiz yanacaq və silah çatdırılırdı Azərbaycan ərazisindən. Və təsərrüfatdan işləyən kişilərin cəbhəyə cəlb edilməsi isə qadın və yeniyetmələrin əməyindən istifadəyə məcbur olurdu əhali və 1941-ci ildə Bakıda və bölgələrdə yaralılar üçün, yaralı döyüşçülər üçün hərbi hospitallar yaradılır. Bundan əlavə həmçinin sanatoriya və istirahət evləri də hospitala çevrilirdi. Bunlar Naxçıvanda, Şuşada, Şəkidə, Hacıkənd, Mərdəkan və Buzovnada yerləşən sanatoriyalar, istirahət mərkəzləri belə deyək, döyüşçülər üçün hospitala çevrilirdi. 77-ci diviziya döyüş yoluna Qafqaz cəbhəsindən başlamışdı və Şimali Qafqazın azad edilməsində iştirak etmişdi. Açar söz olaraq Kul sözünü yadımızda saxlayırıq. Krım, Ukrayna və Litvanın azad edilməsində iştirak etmişdi bu diviziyamız və Simferopol diviziyası fəxri adına layiq görülmüşdü. Simferopol isə Krımda yerləşən bir şəhərdir. Və 223-cü diviziya isə Qafqazdan yenə döyüş yoluna başlamışdı. Həmçinin Ukrayna, Rumıniya, Bolqarıstan, Yugoslaviyanın azad edilməsində iştirak etmişdi. Bunu biz necə yadımızda saxlayırıq? Bunu açar söz olaraq buyruq açar sözü ilə yadımızda saxlaya bilərik.
Bolqarıstan, Ukrayna, Yugoslaviya, Rumıniya və Qafqazın azad edilməsində iştirak etmişdi. Həmçinin Belqrad diviziyası fəxri adına layiq görülmüşdü bu diviziyamız. 402-ci diviziya isə Qafqaz uğrunda döyüşlərdə iştirak etmişdi. Təchizatı yaxşı olmadığı üçün heyətinin bir hissəsini itirir və 416-cı diviziyaya birləşdirilir. 416-cı diviziya isə Şimali Qafqazın azad edilməsində iştirak edir. Həmçinin 416-cı diviziyamız Taganrog diviziyası fəxri adını almışdı. 1945-ci ildə isə Berlinə daxil olan ilk hərbi hissələrdən biri olmuşdu və diviziyanın döyüşçüləri qələbə bayrağını Brandenburg qapılarına sancmışdılar. 271-ci diviziya isə Qafqaz, Polşa, Ukrayna və Çexoslovakiyanın azad edilməsində iştirak etmişdi. Bunu isə açar söz olaraq puç sözü ilə yadımızda saxlaya bilərik. Və yeri gəlmişkən xüsusi qeyd edeyim. Ziya Bünyadov 271-ci diviziyanın tərkibində vuruşmuşdu. Və bizim diviziyalarımızın ortaq cəhəti isə 77, 271, 223 və 416-cı diviziyalar. Hər biri döyüş yolunu Şimali Qafqazdan başlamışdılar və həmçinin Avropa ölkələrinin Alman qoşunlarından azad edilməsində iştirak etmişdilər. Xəritədə görürsünüz, Simferopol Krımda yerləşir və Taganrog diviziyaları, Simferopol diviziyalarının belə deyək, fəaliyyət döyüş yolunu, keçdiyi döyüş yolunu görürsünüz. Həmçinin Belqrad diviziyası 271 və 402-ci diviziyaların döyüş yolları xəritədə öz əksini tapmışdı. Həmçinin şəhər adlarına baxaq. Belqrad Yugoslaviyanın paytaxtı olmuşdu. Taganrog Ukraynada yer adıdır, Ukrayna şəhəridir və Simferopol isə Krımda şəhər adıdır. Və ön cəbhədə fərqlənən Azərbaycanlılar haqqında məlumat verək. Moskva və Qafqaz uğrunda döyüşlərdə, yəni 1941-42-ci ildə döyüşlərdə iştirak etmiş Azərbaycanlılar. İsrafil Məmmədov baş serzant olmuşdu. Moskva və Novgorodun Pustinka kəndi yaxınlığında döyüşlərdə iştirak etmişdi. Elə Novgorodun Pustinka kəndi yaxınlığında döyüşdə 1941-ci ilin dekabrında həlak olmuşdu və Sovet İttifaqı qəhrəmanı adını alan ilk Azərbaycanlı elə İsrafil Məmmədov olmuşdu. Yaqub Quliyev isə polkovnik idi, sonradan isə general olmuşdu. Moskva döyüşlərində fərqlənmişdi. Stalingradın azad edilməsində qəhrəmanlıq göstərmişdi. 1942-ci ildə isə dekabrında Stalingrad ətrafında əks hücumda həlak olmuşdu. Və Qafur Məmmədov isə yenə Şimali Qafqazda 1942-ci ildə bu döyüşlərdə iştirak edir. Düşmənin xeyli canlı qüvvəsini məhv edir və bundan sonra, ölümündən sonra isə yəni Sovet İttifaqı qəhrəmanı adına layiq görülür. Yeri gəlmişkən Qafur Məmmədov haqqında testlərin bəzisində Tuapse kəndi uğrunda döyüşlərdə sözü keçə bilər, qeyd oluna bilər. Onda bilin ki, yəni söhbət Qafur Məmmədovdan gedir. Tuapse kəndi yazsa əgər, Tuapse uğrunda döyüşlərdə daha doğrusu. Və Xıdır Mustafayev mayor olmuşdu. Kiyev şəhəri uğrunda döyüşlərdə iştirak etmişdi. Həmçinin Ukraynanın azad edilməsində iştirak edib Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdü. Garay Əsədov Rumıniya və Martinka sözü də, yəni buna aiddir. Yer olaraq əgər testdə qeyd olunsa, bilin ki, söhbət elə Garay Əsədovdan gedir. Və həmçinin o öz bədənini düşmən pulemyotuna sipər edərək əməliyyatın uğurlu olmasını təmin etmişdi və Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdü. Ziya Bünyadov isə Polşa və Çexoslovakiyanın azad edilməsində iştirak etmişdi və qəhrəmanlığına görə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdü 1945-ci ildə. Yeri gəlmişkən Ziya Bünyadov elə sağlığında Sovet İttifaqı qəhrəmanı adına layiq görülən Azərbaycanlılardan biri idi. Yusif Sadıqov isə Berlinə qədər döyüş yolu keçir və Reichstagın alınmasında igidlik göstərir. Reichstagın binasına qələbə bayrağını sancanlardan biri olmuşdu. Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş Azərbaycanlılardan biri idi. Adil Quliyev isə təyyarəçi idi. Faşistlərin 18 təyyarəsini məhv edir və Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdü bu igidliyinə görə. Həmçinin Moskva və Stalingrad döyüşlərində iştirak edən, hər ikisində iştirak edən Azərbaycanlılar Həzi Aslanov, Yaqub Quliyev, Ziba Qaniyeva snayperçi olmuşdu və Züleyxa Seyidməmmədova isə təyyarəçi qadınımız olmuşdu. Həzi Aslanov 2 dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülən Azərbaycanlıdır və o hərb tarixində cinahlardan zərbə taktikasının ustadı kimi tanınmışdı. Birinci dəfə 1942-ci ildə Sovet İttifaqı qəhrəmanı adına layiq görülür. Stalingrad döyüşlərində bir neçə yaşayış məntəqəsini azad etdiyinə görə və ikinci dəfə isə 1944-cü ildə Belarusiyanı və Baltikanı ölkələri azad etdiyi üçün Sovet İttifaqı qəhrəmanı adına layiq görülür. Lakin daxildəki düşmənlər onun sənədlərini gizlədirlər və ikinci dəfə bu fərmanın imzalanması 1991-ci ilə qədər uzanır. 1991-ci ildə, yəni ikinci dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdü. Və xəritədə görürsünüz döyüşlərin getdiyi əraziləri və Azərbaycanlıların hansı ərazilərdə döyüşlərdə iştirak etdiyini.
Burada da yenə həmçinin və vətənin müdafiəsində qəhrəmanlıq göstərən azərbaycanlıların iştirak etdiyi yenə əraziləri xəritədə görürük. Azərbaycanlılar təkcə ön cəbhədə döyüşmürdülər, həmçinin partizan hərəkatında da fəal iştirak etmişdilər və İtaliya və Yugoslaviyanın partizan hərəkatında iştirak edən azərbaycanlılar Vilayət Hüseynov olmuşdu. İtaliyada faşistlərin lideri olan Mussolinin həbs edilməsində iştirak edən azərbaycanlılardan, partizanlardan biri olmuşdu. Cavad Həkimli isə 1944-cü ildə İtaliyada təşkil edilmiş partizan dəstəsinin komandiri olmuşdu. Mehdi Hüseynzadə isə həmin dəstənin komissarı olmuşdu. Əfsanəvi qəhrəman idi, Mikhailo ləqəbi ilə tanınırdı və İtaliya və Yugoslaviyanın azad edilməsində iştirak etmişdi. 1944-cü ildə həlak olmuşdu və ona 1957-ci ildə Sovet İttifaqı qəhrəmanı adı verilmişdi. Onun haqqında isə Uzaq Sahillərdə filmi çəkilmişdi. Və müqavimət hərəkatının yenə də partizan dəstələrinin fəaliyyət göstərdiyi əraziləri görürsünüz. Fransada, İtaliyada, Yuqoslaviyada, həmçinin Smolenskdə də yenə partizan hərəkatında iştirak edən azərbaycanlılar var idi. Məsələn, Fransada Əhmədiyyə Cəbrailovun adını çəkirik. Fransanın azad edilməsində iştirak etmişdi. İtaliyada Vilayət Hüseynov, İtaliya və Yuqoslaviyada Cavad Həkimli, həmçinin Mehdi Hüseynzadə və Aliyə Rüstəmbəyova isə Smolenskdə yenə əsirlikdən qaçaraq partizan dəstəsinə qoşulmuşdu. Və partizan hərəkatının yenə üzvlərini xəritədə biz görürük. Fransada təkcə Əhmədiyyə Cəbrailov yox, həm də onunla yanaşı Daniel Abdullayev də Fransanın hərbi xaç medalı ilə təltif edilmişdi qəhrəmanlıqlarına görə. Rodes və Parisin azad edilməsində göstərdikləri qəhrəmanlıqlara görə. Və partizan hərəkatında Fransa və SSR ərazisində nələr baş verir? Əhmədiyyə Cəbrailov, Armid Mişel təxəllüslü Əhmədiyyə Cəbrailov Fransanın müqavimət hərəkatında iştirak edir. 1944-cü ildə Rodes və Paris şəhərlərinin azad edilməsində iştirak etmişdi. Və həmçinin Daniel Abdullayev ilə birlikdə Fransanın ən yüksək hərbi mükafatına layiq görülür. Hərbi xaç medalı ilə tərtib edilmişdi. Bu medal əskərə generaldan öndə getməyə, belə deyək, ixtiyar verən medal olmuşdu. Bundan əlavə Aliyə Rüstəmbəyova hərbi həkim idi və əsirlikdən qaçıb Smolensk vilayətində partizan dəstəsinə qoşulmuşdu. Bundan əlavə Qafqazın müdafiəsindən başlayıb Fransa meşələrinə, oradan isə Berlin mərkəzinə qədər uzanan, bax bu coğrafiyada geniş bir ərazidə Azərbaycan igid oğul və qızları 2-ci Dünya müharibəsində iştirak edirlər və qələbədə rolları əvəz edilməz və danılmazdır. Belə, bugünlük dərsimiz bu qədər. Növbəti dərs izahlarında görüşənədək.